Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir pultu təmirə gətiriblər, orta barabanı sınıb. İndi ortanın nəticəni bir yerdə izləyək. Pultu açırıq, açmağa davam edirik. Müştəri ev şəraitində özü açmaq istəyir. Bəzi hissələrdə qızıqlar var. Demək, membranları ayırdıq. Burada nə var, hamısını təmizləyək. Bu hissələri təmizləyəcəyik. Demək, hər bir hissəni ayrı-ayrılıqda detal təmizlədik. Membranları da hissəyə hazırda ölçü vardı, götürüb hissəni lazer vasitəsilə deşirik. Demək, lazer vasitəsilə deşdik. Bu hissəni dəmirdən yığdıq, iş qarantiyalıdır. Onları platanın üzünə bərpa elədik. Hazırda laboratoruna adaptera qoşmuşuq. Prosesorunu hesablayırıq. Hər bir şey qanun qaydasında. Mənim istədiyim həmən bu nəticədir, balans öz yerində. Demək, hər bir şey qanun qaydasında, hər bir şey işləyir. İşlətməli dövrdə bu qaydada saxlasaz daha yaxşı olar. Və belə bir kabra da təqdim elədiyim müştəriyə. Adı bu bir pultunuz da olsa belə işlətmək üçün, yəni güc buna düşməsin. Bunlar qalasa oynandı. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.